Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ile Bir Dəfə Hollywood'da serialı başladı. İstəyirəm getməmişdən qabaq hamımızdan halallıq alın. Oğlum, bacıva da deyərsən, o həmişə siz nəsə istəyəndə deyirdimi, maaşımı alacam. Bax, orada həmişə maaşımı almışam, dəc gətirib anva vermişəm. Mən oradan bir manat da pul yeməmişəm. Əziz baldızım Durna. Can əziz gözlə. Səndən də halallıq istəyirəm. O qədər olub ki, görmüşəm ki, evə gələn qonaq sənsən. Otaqdan çıxmamışam ki, səninlə üz-üzə gəlməyim. İstəməmişəm də görüm sıfatını. Elə bilirsən xəbərim yox idi. Heç mən də sənin sifətimi görmək istəmirdim. Əziz, arvadım Sona. Ən böyük halallığı səndən istəyirəm. Məndə nə haqqın var ki sənin? Yağmalın içində yaşamışıq həmişə. Nə halallıq istəyəcəksən? Dur ged oğlum. Dur kes o bir otağa. Anıma bir iki şey demək istəyirəm. Yaxın gəl. Əziz Sona, bunu yadında saxla. Bütün doğru, normal pulu qazanan kişilərin çoxunun bir arvadı olur. Bir də qıraqda sevgilisi. Mütləqdir bu. Hər şeyin üstü açılır ki. Dədi. Nədir bala, başla dönüm. Səni dişləyən həşəratı tapdım. Araşdırdım və o ölümcül həşərat deyilmiş. Mövsüm cücüsüymüş. Yəni sabaha sağalarsan, narahat olma. Onda o göstərdiyin elə belə məlumat idi, hə? Google-dakilər tam düz olmur. Bu ChatGPT-dir. Nə yaxşı oldu ha bu. Ay Allah. Ay çox şükür. Ay çox şükür. Mənim əziz bacım Sona. Sən nəyə sevinirsən? Elə bil bayaqdan söhbət eləyirdilər nəysə ki, bəzi kişilərin pulu çox olanda. Doğrudan ay Namidir, o nə sözdür deyirsən? Həm sevgilisi olur, həm həyat yoldaşı olur. O necə olur? Ürəyim Sona, bir çox kişilərin deyirəm. Amma mən şadam ki, mənim həyat yoldaşım da, sevgilim də ancaq sənsən. Səndən başqa mən bir yerdə adama baxmamışam. Sevirəm nə ağarım. Mən bu ölüm ayağında olanda sən məni bir dağa da tək qoymadın. Sən mənim başımın tacısan ya. Ay Namidar. Bərxudar oldum oturan yerdə. Evim eşiyim sənə qurban. Ay Namidar. Bu dövrdə sənin kimi bax işgüzar, ev canlı, qeyrətli,
belə bir kişi var bəyəm. Yaraşıqlın deme. Ay, çox yaraşıqlısan, çox yaraşıqlı. Ay Namidər. Allah mənə sənin kimi kişi qismət eləyib. Ay Durna, gəl sağ əlimi də sənin başıma qoyum ki, sənə də belə gözəl, hər tərəfli bir kişi qismət olsun. Sən heç narahat olma. Sənin xəbərin yoxdur ki, elə bütün kişilərimin günündədir. Sibilə düşmüşəm ha. Ay, heç belə səhv bıraq. Salam Gündüz. Buyurun dayandır mənim çayınız. Çox sağ olun Aynur xanım. Gündüz, səni bura dəvət etməkdə məqsədim budur. Bu gündən sən Aynur xanıma bacı deməlisən. Salam aleyküm. Aleyküm salam. Ay Gündüz müəllim. Bu Allah verdi müəllim hanı. Şəhərdən bizi yığır bura, özü də yoxdur. Yığmışdı məni. Yarım saat icazə istədi. Mən də onu işdən qovdum. Dedim, get işinlə məşğul ol. Nəysə, bugündən etibarən hamı Aynur xanıma çox-çox üzr istəyirəm, bacı deməlidir. Bu nə danışır ha? Mən heç doğma bacıma bacı demirəm ha. Boşa düşməni. Bacıma nə deyirsən sən? Adı ilə çağırıram da. Ha, o sizin şəxsi probleminiz. Bura işdir. Başa düşdünüz? Amma sizin şəxsi probleminiz, çox-çox üzr istəyirəm, mənim belə... Vecmə də deyil. O sözü axtarırdım, vecmə də deyil. Ay Gündüz müəllim. Şimdi bizi bundan ötürü yığmışsınız bura. Ondan sonra müştərilərin məmnuniyyətindən danışaq, restoranın vəziyyətindən danışaq. Mənim xidmət elədiyim müştərilər hamısı məmnundur, narahat olmayın. Sən arada vaxt tap, məni də məmnun elədi. Bura bax, sən deyə vəziyyət fikirləşənsən. Sən öz aqibəti fikirləşin ki, sabah hamımızı qabalayacaq Gündüz işdən. Ay, nə pıçıldaşırsınız orada? Ha, bərək bəs danış da, eşitmirəm axı. Sən eşitmək üçün gəlir mən əyləm danışam, nətər danışım mən? Abi sənin əyilmək belə vəzifəndir də, əyil də. Sən məndən artıq qabanda əyilməlisən. Kim də əyilməlidir? Sənə qabağında niyə əyilməliyəm? Sənə burada olmasa salarım. Bir dəqiqədə görürsünüz müdür dayanıb. Olmadı ki. Bir dənə səhvə görə mən haralara gəlib çıxdım. Əgər mən Namidarın yerindəyəmsə, onun vəzifəsini icra edirəmsə, mənim köməkçim və baş administrator Aynur xanım olacaq. Dayandır müəllim, çox sağ olun. Nə lazımdırsa hazıram. Başa düşmədim, bəs mən? Çox-çox üzr istəyirəm. Biz burada balıq qulağıyıq. Gündüz bəy, siz heç narahat olmayın. Dayandır müəllimin geniş ürəyi var. Kim nəyə layiqdirsə, onu verəcək. Gör necə pozitiv hadisələrə müsbət baxan qızdır. Bax, ibrət al. Deyirəm, laf ürəyim açıldı. İstəyirəm bir kağız oxuyam. Heydav, deydav. Dayandır müəllim, gedək otağınızı oxuyarsınız, mən sizi tək qulaq asaram. Gedək. Gedək. Heç eyb yox. Mən bu işi belə qoyanda öyrəm. Ay mütəllim, biz neçə vaxtı bir yerdə işləyirik. Mən səni tam tanımıram. Məni heç kim tam tanımır. Niyə qapalı insansan? Yox əşi, çünki mən özüm də tam deyiləm. Əslində tam emək, amma tam deyiləm. Xoşum gəlir, simpatiyam var sənin kimi kompleksiz insanlara. Sən də evlisən? Yox, anadan gəlmə subayım. Ölkədə məni kimi subay tapa bilməzsən. Hə, nə yaxşı, nə yaxşı. Mütəllim, bəlkə oyun oynayaq. Damino, mən 101-də canavaram ha. Mütəllim, domino nədir? Doğruluq və cəsarət. Biraz maraq, biraz da həyəcan. Ay Allah, bu gün həyəcandan ürəyim tutmasa yaxşıdır. Oynayaq. Kişi də öyrəyəm.
Gör nə deyirəm. Bu yaxınlarda hər şeyi həll edib vəzifəyə qayıdacam, narahat olma. Birincisi Aynur yox, Aynur bacı. Eşitmədin Dayandır müəllim nə dedi? Əşə dayandır dedi də. Burada da hamının bacı travması var. Çox üzr istəyirəm. Belə dönə-dönə üzr istəyirəm. Dayandırın da indi. Adam müdür haqqında elə şey deyər. Nəysə ürəyim. Görsən nə deyirəm. Mən niyə ürəyim deyirsən ki? Demədin ki, içində ürəyində problem var? Nə demək istəyirsən, məndə problem var. Nə oldu? Mən vəzifədə olanda ürəyim qızılı idi. İndi nə oldu? Nə baş verdi? Nəysə Dayandır müəllim məni çağırır. Çox üzr istəyirəm. Dayandır müəllimə salam deyərsən. Deməli belə, mən işgüzar səfərdəyəm. Sənə dediklərimi bir-bir elə. Yaxşı bacarsan, ayın axırında haqq hesab eləyərik. Yaxşımı? Giriş qapısını çək, at mənə. Baxım görüm, obyekt açıqdır yoxsa yox. İçəridə səlqə səhmanı çək, videoya göndər. İşçilərin iş prosesini də çək, yaxşımı? Sonra kredit haqqında məlumat ver. Qoy müştərilər bilsinlər. Yadından çıxdı. Sayt haqqında da xəbər ver ki, müştərilər sayta girib maraqlana bilsinlər. Oldu? Oldu müəllim, baş üstə. Siz dediniz bütün tapşırıqların hər birinin vaxtında eləyirik. Sizdə o dediyiniz ayın axırına olan söhbəti çox da ayın axırına saxlamayın da. Git də. Sofi. Dodağına gülüş konup, gülüşüne vurulmuşam, gülüşüne vurulmuşam, gülüşüne vurulmuşam. Çox sağ olun Dayandır müəllim. Bu ne sifətdir ay qız? Mən deyirəm dodağına gülüş konur, ama sen dodağına kədər konur. Dayandır müəllim. Nədir sənin problemin de görüm? Çətin dövrdür. Bilirsiniz də, mən Ağşəhərdə kiraya qalıram 2300 manata. Baxaram, görürəm orada alınmır. Elə 1000 manat üstünə qoya bilsəydim, Targovda qalardım da. Sən dərdin elə budur. Tələsmə, bu dəqiqə düşərəm parkovkaya, maşınlardan pul yığaram, bütün işləri düzəldərəm. Dayandır müəllim, maşın nədir, parkovka nədir? Siz müdürsüz, müdür. Bilirsən Aynur, köhnə vərdişlərim yadımdan çıxmır. Bir də vəzifə elə bir şeydir ki, əvvəl öyrəşə bilmirsən. Öyrəşəndən sonra da bu vəzifədən əl çəkmək olmur. Sən bura bax, yaxşısı budur, məndən bir yaxşı çindi götür, o ayrılmı özümə gəlim. Ay qız, neyinirsən? Biraz yavaş oldu. Namidar bəy, Haycan. bəs nə baş verdi ki, sizin həyatda sıxıntılarınız çoxaldı? Nə baş vermədi ki? Buyurun. Restoran işi bir yandan, ailə qayğıları bir yandan, Sofiya bir yandan. Nə? Sofiya? Sofiya dedi də. Sofiya kimdir? Sofiya kimdir, nədir? Demədin Sofiya. Sofiya nədir, kim dedi? Sən dedin də Sofiya. Sofiya kim sualına cavab vermir? Sofiya hara sualına cavab verir? Sofiya haradır? Sofiya Bolqarıstanın paytaxtıdır. Bolqarıstan böyük ölkədir, o da onun paytaxtıdır. Biz də orada getdik dostlarla restoran biznesi açmağa. O da elə bil ki, ziyan elədik, işi batırdıq tam. O mənə bir ağır stres kimi qaldı beynimdə. Başa düşdüm. Aydurna həkim. Haycan. Mən bu yazıq kişi gecə demir, gündüz demir. Bütün günü işləyir. Sən ona başa sal ki, bir arada özünə də vaxt ayırsın, bir dincəlməyinə vaxt ayırsın. Əziz pasiyentim Sona xanım. Maşallah, sizin yoldaşınız istədiyi qədər dincəlir. Bax gördüyünüz kimi Safiyadan girir, buradan çıxır. Heç narahat olmayın. Seansınızın vaxtı bitdi. Artıracaqsınız. Dənə bu oyunu qutarıb dururuq. PlayStation oynayırıq, artıraq. Sözüm var, sözüdür. Mənim sözüm qutarıb. Adam çox danışanda çox şey danışır, maraq etir. Mənə bəs. Ay Namidar. Bəs. Ay Namidar, gözdə də ay Namidar.
Ay üzünü görək Namdar müəllim. Hadi üzümü gördün, rahatlaşdın. Keçək indi vacib məsələlərə. Deməli Emin, mən pupamla təcili calamaq lazımdır. Atanız sizin hər zaman yolunuzu gözləyir. Gözləmək demirəm, planlar tam dəyişdi, aləm dəyişdi bir-birinə. Mən belənçi danışmaq istəyirəm, rayonda belə alınar. Namdar müəllim, sizin kimi əl-açıq, səxavətli bir insan məndən nə isə istəyirsə, niyə eləməyim? Emin, hörməti eləyəcəm, o başa düşdümsə, o başqa xırda məsələdir. Mən deyirəm ki, rayondayam. Nəsə, bayaq həyətə bu yelləncəkin qabağına gətirmək alınır pupamı. Əlbəttə ki, olar. Alınır, onda o həll elə xahiş edirəm. Abdol verirəm sizə. Sağ olun. Başım nətər qarışdı, az qala özümü yandıracaq idimi. Bu mütəllimini işin götürməyir. Bu vaxta qədər yatıb qalar bu. Mütəllim bir çıqılı adam deyil, yer elə şey. Aha, deməli belə. Sən deyirsən, mən seçirəm. Doğruluq yoxsa cəsarət? Cəsarət. Cəsarətli xanımlardan xoşum gəlir. Qoy sizin üçün bir şey fikirləşim. Tapdım. Namidara zəng elə. Namidara? Bəs nə bilmişdin? Zəng elə Namidara, de ki, daha mən səni yox, mütəllimi sevirəm. Bir daha məni axtarma. Telefon burada deyil axı, evdədir. Evdədir. Nə olar? Gedək evdən zəng elə, oyunumuzu da orada davam eləyərik. Bu da götürmür, bu da götürmür. Can görüm. Bezdirəcəm, oy da yığacam, mıy da yığacam. Eyni vaxtda yığacam. Uşaq gəldi. Gəl oğlum, gəl otur burada. Ata, qorxmuşdum, birdən sənə nəsə olur. Mənə görə qorxmuşdum, məzizi vurmuşdu ona görə, ağıllı oğlum. Narahat olma. Keçdi getdi hamısı. Kafa yaxşıdır, özün yaxşı istəyir. Biraz narahatam, amma düzələcək o da, keçib gələcək. Dədi, sənə nəsə olsa telefonu bu mənə verə bilərsən. Çöp oğluna bax. Mən hələ sağam, mənlə indi müşt havası eləyir. Ata, nəyə görə deyirəm? Belə içində birdən nəsə olar. Onun içindəkiləri silim eləyim də heç kim görməz. O görə deyirsən, hə? Mənim oğlum ancaq belə olar, bax ağıllısan. Hə, verərəm, nə kimi verməyirəm. Birim verərəm, elə mıy verərəm sənə, yaxşı. Bir dur get, zək gəlir papaya, dur get, gəllə möyə. Almadığına yaxşı çay qoysun. Mürəbbə də qoysun. Hay canım, rəqim. Namidar, bir də məni narahat eləmə. Biz artıq mütəllimlə sevgiliyik. Alo. 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 Bu seçmə.
Bax bu da bizim zalımız. 150-200 dəfə demiş. Bəli, bəli. Tam belə sizə uyğundur. Təzə təmirdən çıxıb əladır. Çox gözəldir həqiqətən. Bəy gəlin oradan çıxır. Hamı da ayaq üstə. Alqışlayır. Biz çıxanda rəqs eləmək istəyirik. Çox üzr istəyirəm. Lap belə istəyirsiniz çıxanda oxuyun. Bəs mahnı nə olsun? Mahnı deyəndə ki... Sevgilim mən sənə canan deməyim, bəs nə deyim, nə deyim, nə deyim. Ayda çox gözəldir. Bu müəllim də bizim toyda oxusun da. Müəllim deyəndə əslində bu müəllim bizim çox üzr istəyirəm. Çox üzr istəmək lazımdır. O iş ayrı, bu iş ayrı. Elə qeybətlər razılaşarıq, sizin toyunuzda mən oxuyarım. Çox sağ olun. Yaxşı, gedək başqa məsələləri danışaq. Olmaz, 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 olmaz. Oynasın. Bizim restoranla olmaz. Papa, mən hər iki tərəfdən xəyanətə uğramışam. Nətər, yəni hər iki tərəfdən. Elə bil, həm Sofiya tərəfdən, həm də ən yaxın dostum tərəfindən xəyanətə uğramışam. Sənin yaxın dostun da var. Bəs keçən dəfə deyirdin, kişinin dostu onun cibidir. Orası elədir, olmağına. Amma mütəllim mənlə elə bil, sən gözün qabağında olub da biz balacalıqdan böyüdük. Sonra mənlə bir yerdə məktəbə getdik, sonra mənlə bir yerdə instituta girənmədik heç zat. Sonra əskərliklə bir yerdə olmuşuq. Mən o ilə tonlarla çörək kəsmişəm, mən. Mütəllimlə sənə baxanda hiss olunur ki, kəsdiyiz çörəyi sən yemisən, qırıntılarını mütəllim. Amma sənə yalan nə deyim ay oğul mütəllim, zövqü yaxşıymış. Bu tərəfdən də üzülürəm ki, Sofiyanın bir köpüklük zövqü yox imiş. Papaşa qurbanım, bu zövqü zadı qoy bir qırağayı, o heç o bildir. Mən deyirəm, mən nəsə bir dənə dəyərli məsləhət verdən, mən indi nağarım, nətər eləyim? Gəl sənə bir olmuş əhvalat danışım. Deməli, bir gün bir baba həyətdə bir turp əkir. Turp yetişir, o qədər yekə olur ki, baba dartıb turpu çıxara bilmir. Məcbur qalıb nənəni köməyə çağırır. Bu bildiyimiz bu turpun nağlıdır. Bu nə olmuş əhvalatdır? Mən məktəbdə oxumuşam da. Salım ömrü maraqlı nəsə məsləhət ver, değil mi? Nə bilim, mənə Emin dedi 90 saniyə nəsə danış ki, biz də çörəyimizi qazanaq. 10 saniyə qalıb, biz onu ben tutarlı sözlü mən bilim də nağarım. İki tərəfdən xəyanət, mən zülüm deyəm hep saat. Oğul çalış ki, sənin olanı heç kəs sənin əlindən ala bilməsin. Canavar. Peçat, peçat. Dedin, getdin. Atası belə olanın oğlu bundan artıq mümkündür, ha olsun. Maksimumu budur, mən də olmuşam. Ay Sona, bax, bacımsan deyə demirəm. Bunu sənə bir peşəkar kimi deyirəm. Həyat yoldaşından müğayət ol. Göz qoy, göz açıq ol. Ay Durna, Namidar elə insan deyil. Ay qız, mənə qulaq as. Bəzi kişilərin ki əlinə pul dəydi, o dəqiqə nə edirlər? Başlayırlar həyatlarına başqa qadın salmağa. Sonra da o qadını özləri ilə götürüb hara istirahətə getsələr aparırlar və qonşu evdə saxlayırlar. Ay Durna, Ayca, bu psixologiya sən başını lap xarab eləyib. Namidar kimi dürüst insana sən gör nələr danışırsan. Namidar dürüstdürsə, mən də kosmonavtam. Hə, dürüst. Nətər yəni kosmonavtsan? Sən psixoloq deyilsən. Sən ağılda arvadı allatmağa nə var? Kosmonavtsan sən. Yox, balerinayam. Mütəllim! Ay mütəllim! Səfiyə xanım! Ölüblər içərdə. Çıxın maşının üstünə bəlkə hırıcokla oradan tullanım ha. Eləncik çıxsam bura. Sizi deyəlim yandırır. Bəlkə hasardan tullanım ha. Diyan görüm. Buradan çıxsam. Yox. Elə gəl. Deməli, ol elə bura deyil. Ya Allah! Ay Namidar müəllim. Ay müəllim, nə edirsiniz? Ayıbdır, 67 yaşınız var, xeyranlı iş görmürsünüz.
Divara dırmaşmaq nədir? Ayıbdır, qorunmaq, qonşular, cəmaat var. Ne ayıp diye. Cehennem olsun kim olur. Hasar kalıp içeride tezli öyle girmeliyim hemen ayıbı da. Ay müəllim. Elimi belə tuta bilərsən? Ay, Buradan düş, sən Allah, düş, yaşlı adamsan, düş, yavaş, yavaş, ehtiyatla. Ay Allah. Allah saxlasın sən, tutdu. Yan otusur, ben otusur. Gəl, vay, Ben de yavaş. fıtık var ya. Riski hareket olmaz be. Of. İçeri girmeliyim. Sən Qurtlar Vadisi'ne baxmısan? 3 dəfə baxmışam, o təzə çıxanda hələ. Ömər Baba bir dənə səhnəsi var, Səhnəsi. Deyir ki, zürafə ilə deyir, qurbağa yolda rastlaşırlar. Salla o gizgiz şeylərdən mənə danışma. Nəsə fikrin, ideyon var, konkretdən o eləyək. Yoxdur, əli belə tut. Nə bu? Yırtığın bağlansın, talçoqla mətulla əyətə. Yəni demək istəyirəm ki, mən zürafə olmasam da, əlim hər yerə çatır. Məndə zapaz açarlar var. Bir var verdi, Allah səni saxlasın. Bir dəqiqə. Deməli, Umruz kirayə mərkəz yazmışdım, burada olmalıydı. Deyirəm də Umruz villa. Aç da aç görək, deyil onun üstündə aç da gərək çıxar da sana aç görüm. Gəl. Evdən nə tərtələsi çıxmışam. Yığıram götürmür. Yığıram götürmür. Sən də mənim qardaşımsan, səninlə açıq danışıram. Dərdləşirəm səninlə. Deyirəm görəsən, nə olub? Nə problem var? Nə olarsa da, narahat olmayın. Yəqin orada uzaqdan o cürə eşitmirlər də, hə? Yox, indi. Ay mütəllim! Ay müəllim, bəlkə başqa şey fikirləşək. Pəncərə açıqdır. Pəncərə açığını ayrım, pəncərədən girim içəri. Ay müəllim, day olmadı ki sizinki. Papa filminə baxmısınız? Don Feyzullah, Bomba Rabatay. Baxmışam, amma sağ Allahım kinodan heç zat danışma. İdeyon var eləyək. Yoxdur, çıxaq gedin. Var. Müəllim, gəlin bura. Hə. Necədir sizin? Ağarım o. Gəlin bura. Buradan yol olar ora. Ay müəllim, yox, gəl bura. Nə olub 45 kilosuz? Gəlin bura. Verin əlinizi. Bu mənim profilim bir yandı, bir yan qoy. Hə. Tutmuşam, qorxma. Arxayın ol, Yıxmaz mı mən? Yox, yox, yox. Nə gördün? Nə gördün? Buradadılar. Evə oğru girib deyəsən. Batdıq. Hollywood Sarayın baş sponsorluğu, Roverland'in sponsorluğu ilə bir dəfə Hollywoodda serialı bitdi.